Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Ve bugün Abu Hureyre radiyallahu anhu barəsində olan 4-cü dərsimizdir. Və keçən dərsdə mən bu sahabənin rivayet etdiyi hədislər ətrafında Şiə müəlliflərinin yaratmaq istədiyi şübhələr barəsində və o şübhələrin bəzilərindən söz açdım və onları Allahın izni ilə cavablandırdım. Və bugün bu mövzu ətrafında bir neçə hədis ətrafında yaranmış şübhələrə də cavab vermək istəyirəm. Və bununla Abu Hureyre barəsində olan dərsimizi bitirmək istəyirəm. Və bu şübhələrdən birisi də Abu Hureyre'nin rivayet etdiyi bu hədis barəsindədir. Hansı ki, bu hədisi İmam Buxari Səhih əsərində 5242 nömrəli hədisdə nəql etmişdir. Hədisdə deyilir ki, Süleyman əleyhissalamın 100 zövcəsi olub və o bir gecədə 100 zövcəsi ilə cinsi əlaqədə olub. Və deyib ki, mən bu gecə bunlarla olacam və hətta bunlar mənim üçün Allah yolunda döyüşən övladlar da olsunlar. Və mələk Süleyman əleyhissalama inşaallah deməyi xatırladanda o bunu demir və ya unudur. Və nəticəsində Süleyman əleyhissalam üçün heç bir övlad doğa bilmirlər, yalnız bir şikəst övladdan başqa. Bu hədis ətrafında rafizilərin şübhəsi iki növdür. Birincisi, onlar Süleyman əleyhissalamın bir gecədə 100 zövcəsi ilə olmasını ağla batan bir şey hesab etməyiblər. Və ona görə deyiblər ki, bu hədis Abu Hureyre'nin uydurmalarındandır. İkincisi də Allahın Peyğəmbəri olan Süleyman əleyhissalam üçün unutqanlığı, inşallah kəlməsini deməyi, unutmağı caiz bilməyiblər. Və bu iki şübhənin cavabında mən deyirəm. Birincisi, sizin ağlınız nəyisə qəbul etmirsə və ya sizin ağlınıza nəyisə batmırsa, hələ bu o hədisin uydurum olması demək deyil. Necə ki, keçən dərslərdə mən dedim, rafizlərin ağlına batmırdı ki, canavar və ya inək danışa bilər. Və ona görə demişdilər ki, bu hədislər uydurmadır. Abu Hureyre uydurub. Onda elə çıxır ki, Quran-ı Kərimdə olan Süleyman əleyhissalamla qarışqanın söhbəti də Peyğəmbər sallallahu aleyhi və səlləmin uydurmalarından imiş. Yəni, əgər bir şey sənin ağlına batmırsa, o hələ bu şeyin həqiqətini inkar etmək üçün kifayət etməz. Şəriət ağılla yox, Quran və sünnə ilə ölçülür. Vəhiy ilə ölçülür. Və Allah subhanahu ta'ala Rasulü barəsində buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحِيْ يُوحَى. O öz nəfsindən danışmır və danışdığı vəhiy ilədir. Və biz ağla yox, vəhiyə tabeyik. Necə ki, Allah subhanahu ta'ala möminlər barəsində buyurur, سَمِعْنَا وَأَتَعْنَا. Eşitdik və itayət etdik. Eşitdik, müzakirə etdik yox. Eşitdik və itayət etdik. Bu məsələnin birinci tərəfi. Və məsələnin ikinci tərəfi, əslində bu hədis, eyni ilə bu hədis, Şiə məzhəbinin məsdərlərində də mövcuddur. Məsələn, Tabarsi, Təfsiru Məcmu'ul Bəyan adlı təfsirində 8-ci cild 475-ci səhifədə bu hədisi Abu Hureyre yolu ilə isbat edir. Həmçinin Feyz Əl-Kaşani Əl-Məhəccətül Beyda adlı kitabında 6-cı cild 282-ci səhifədə eyni ilə bu hədisi isbat edir. Həmçinin bu yerdə bunu demək istəyirəm ki, ümumiyyətlə Peyğəmbərlərin gücü adi kişilərin gücündən qat-qat artıq idi. Yəni bir Peyğəmbərdə neçə kişinin gücü var idi. Və bu həm əhl-i sünnət və həm də şiə mənbələrində mövcud olan bir həqiqətdir.
Və necə ki, Ni'matullah Əl-Cəzairi Qısasul Ənbiya adlı kitabında 407-ci səhifədə nəql edir ki, Süleyman əleyhissalam 40 kişinin gücünə sahib olub. Əslində bu hədisdən daha dəhşətlisi Şiə məzhəbinin öz kitablarında mövcuddur. Süleyman əleyhissalamın 100 zövcə ilə bir gecədə əlaqədə olmasını təəccüblə qarşılayan Şiə müəlliflərinə müraciət edib deyirəm ki, gedin öz kitablarınızda olan bu hədisləri oxuyun. Hansı ki o hədislərdə gəlir ki, Süleyman əleyhissalamın 100 yox, 1000 zövcəsi olub və bir gecədə 1000 zövcəsi ilə əlaqədə olub. Yaxşı, 100 zövcəsi ilə əlaqədə olmasını qəbul etməyən ağlınız 1000 zövcəsi ilə əlaqədə olduğunu ortaya qoyan hədislərinizi necə qəbul edir? Hansı ki, bunu Kuleyni Furu'ul Kafidə 5-ci cild 567-ci səhifədə nəql etmişdi. Həmçinin Ni'matullah Əl-Cəzairi Qısasul Ənbiya 407-ci səhifədə. Həmçinin Ənvarun Nu'maniyyə adlı kitaba 3-cü cild 182-ci səhifəyə də müraciət edə bilərsiniz. Unutqanlıq məsələsinə gəldikdə isə Allah subhanahu ta'ala bu barədə Quran-ı Kərimdə buyurur. وَذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ Unutduqda Rəbbini zikr et. Kəhf surəsi 24-cü ayə. Və bu müraciət Peyğəmbər sallallahu aleyhi və səlləmədir. وَذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ Rəbbini zikr et. Unutduqda Rəbbini zikr et. Bu ayə ispat edir ki, bir Peyğəmbər üçün unutqanlıq mümkündür. Və necə başqa ayədə Allah subhanahu ta'ala buyurur, Sənuqri'uka fələ tənsə illə məşəallah. Biz sənə Qur'anı oxudacaqıq, sən unutmayacaqsan Allahın istədiklərindən başqasına. Ə'lə surəsində. Və bu ayələr unutqanlığın bir bəşər olaraq Peyğəmbərlərə aid olduğunu da ispat edir. Həmçinin Allah subhanahu ta'ala Kəhf surəsində 23-cü ayədə buyurur. وَلَمَّا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ Sabah bir iş görəcəyin zaman demə ki, mən onu mütləq görəcəm. Denən ki, inşallah. Əgər Allah istəsə. Və bu ayənin təfsiri ilə əlaqəli Qummi öz məşhur təfsir kitabında Cəfər Sadiqdən uzun bir hədis nəql edir. Və həmin hədisdə deyilir ki, yəni bu ayə nə üçün nazil olub? Qureyşdən bəzi şəxslər 3 nəfər gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına və ona bəzi suallar verirlər əvvəlki ümmətlər barəsində. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də vəhiyyə tabi olduğuna görə və hər gün, hər gecə ona vəhiy gəldiyini bildiyinə görə deyir ki, sabah gələrsiz, mən bunu sizə, bu sualların cavabını sizə verərəm, izah edərəm. Və inşallah demir. Və elə olur ki, vəhiy gəlmir, mələk gəlmir. Və hətta 40 gün fasilə olur. Və sonra bu ayə nazil olur ki, sabah bir iş görəcəyin zaman inşallah denən. Demə ki, mən onu mütləq görəcəm. Bunu Qummi təfsirində Cəfər Sadiqdən nəql etmişdir. 2-ci cild 31-ci səhifədən 34-cü səhifəyəcən baxa bilərsiniz. Və bu hədis də ispat edir ki, Peyğəmbərlər barəsində unutqanlıq mümkündür. Həmçinin başqa bir hədisdə Abu Hüreyrə Allah Rasulundan belə nəql edir ki, Bəni İsrail cəmaatı hamısı bir yerdə çimərdi və bir-birlərinin övrətlərinə baxardılar, ədəb yerlərinə. Bir-birlərindən gizli saxlamazdılar. Və Musa aleyhissalam isə daima
tək çimərdi və bunlara qarışmazdı. Və buna görə də Bəni İsrail öz dilləri ilə Musaya əziyyət verməyə başlayırlar. Və deyirlər ki, əgər Musa bizinə çimmirsə, deməli buna mane olan bir səbəb var. Yəni Musada hər hansı bir eyib, qüsur və xəstəliyi var. Və bir gün Musa aleyhissalam çiməndə paltarlarını qoyur daşın üstünə və Allah subhanahu taala daşa əmr edir. Daş hərəkətə gəlir və paltarlar üstündə gedir. Musa aleyhissalam da o paltarların ardınca düşəndə cəmaat onun görürlər və şahidi olurlar ki, Musada heç bir eyib və qüsur yoxdur. Və Allah subhanahu taala onların hiləsini boşa çıxarır. Və bu hədisi Buxari Səhih əsərində 3404-cü hədisdə və Müslim 339-cu hədisdə nəql etmişdir. Və bu hədis ətrafında da bəzi şübhələr ortaya atıblar və iddia ediblər ki, bu hədisi Abu Hüreyrə özündən uydurmuşdu. Və bu hədisin, bu şübhənin cavabında deyirəm ki, əvvəla bu hədis sizin kitablarda mövcuddur. Və necə ki, Tabarsi Məcmu'ul Bəyan adlı təfsirində bu hədisi Abu Hüreyrə yolu ilə isbat edir. 3-cü cild 372-ci səhifədə. Həmçinin inkar etdiyiniz bu hədisi 6-cı imamınız İmam Cəfər Sadiq özü nəql etmişdir. Özü nəql etmişdir. Və bunu Şeyx Qummi öz təfsirində Əhzab surəsi 69-cu ayənin şərhində qeyd edir. 2-ci cilddə 179-cu səhifədə. Həmçinin bu barədə Ni'mətullah Əl-Cəzairinin Qısasul Ənbiya adlı kitabına 250-ci səhifəyə də müraciət edə bilərsiniz. Abu Hüreyrənin hədisləri ətrafında yaranan şübhələrindən birisi də bu hədislə əlaqəlidir. Hansı ki o, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini nəql edir. Allah Rasulü buyurur ki, əvvəlki ümmətlərdə bir kişi var idi və ölüm yatağında olanda öz əhlini başının ətrafına yığır və onlara deyir ki, mən öləndən sonra məni tikəliyərsiniz, doğrayarsınız, yandırarsınız, külümü havaya sovurarsınız. Belə vəsiyyət edir. Hətta Allah məni diriltməz və mənə əzab verə bilməz. Və Allah subhanahu taala qiyamət günü yerə əmr edər, onun bütün zərrələrini bir yerə toplayar. Və sonra həmin şəxsə deyər ki, səni belə hərəkət etməyə nə sövq etdi? Və o da deyər ki, ey Rəbb, belə etməyimə səbəb səndən qorxmağım oldu. Səndən qorxduğum üçün, əzabından qorxduğum üçün belə etdim. Və Allah subhanahu taala onu bağışlayar. Və bu hədis ətrafında şübhə ortaya atıblar və deyiblər ki, Allah subhanahu taala bu cür şəxsi necə bağışlaya bilər? Və bu şübhənin cavabında qısa olaraq deyirəm ki, inkar etdiyiniz bu hədis sizin öz kitablarınızda da nəql olunmuşdur. Və necə ki, Ni'mətullah Əl-Cəzairi Ənvarun Nu'maniyyə kitabında 4-cü cild 276-cı səhifədə bu hədisi Şeyx Saduqun sənədi ilə İmam Zeynul Abidin vasitəsilə nəql etmişdir. Həmçinin Abu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini nəql etmişdir. Allah Rasulü buyurur ki, heç kəs cənnətə öz əməli ilə girməz. Yəni, hər kəs cənnətə Allahın rəhməti ilə girər. Öz əməli ilə yox. Və sahabələr soruşdular ki, ey Allahın Rasulü, hətta sən də dedilər ki, hətta mən də. Və bu hədisin Abu Hüreyrənin uydurduğunu iddia etmişlər. Və bu hədisin Qur'an-ı Kərimdəki bu ayəyə, Əl-İnsan surəsi 22-ci ayəyə zid olduğunu iddia etmişlər. Hansı ki Allah subhanahu taala bu ayədə cənnət mükafatının insanın öz əməli ilə olacağını vurğuluyur.
Yəni buna bir işarə var bu ayədə. Və iddia ediblər ki, bu hədis bu ayəyə müxalifdir və nəticədə bu hədis uydurmadır. Bu məsələnin cavabında deyirəm ki, elə bu ayənin şərhində sizin böyük aliminiz Şeyx Məclisi deyir ki, şübhəsiz ki, Allah insanlardan əzabı uzaqlaşdırar öz rəhməti ilə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu. Nəfsim əlində olan Allaha and olsun ki, insanlardan heç birisi öz əməli ilə cənnətə girməz. Dedilər ki, ey Allahın Rasulü, hətta sən də? Dedi ki, hətta mən də. Lakin mən, yəni Allahın rəhmətinə ümid bəsləyirəm. Necə ki, bunu Tabarsi də Məcmu'ul Bəyanda nəql etmişdi 3-cü cilddə 23-cü səhifədə. Həmçinin Təfsir-ü Safidə bu hədis mövcuddur 2-ci cild 111-ci səhifədə. Həmçinin Nur-u Səqaleyn adlı kitabına 1-ci cild 706-cı səhifəyə. Həmçinin Məclisinin Biharul Anvar adlı kitabına 7-ci cildə 11-ci səhifəyə də müraciət edə bilərsiniz. Və xülasə, demək istədiyim budur ki, siz keçdiyim bu dərslərdə özünüz şahid oldunuz ki, Abu Hüreyrə barəsində, onun nəql etdiyi hədislər barəsində ortaya atdıqları bütün hədislər və inkar etməyə çalışdıqları bütün hədislər və bu hədislər barəsində ortaya atdıqları bütün şübhələr və bu şübhələrin cavabları onların öz kitablarında mövcuddur. Onlar Abu Hüreyrənin nəql etdiyi hansı bir hədisə şübhə ilə yanaşıblarsa, biz o hədisi elə öz kitablarından Əhl-i Beyt imamlarının dili ilə nəql olunmuş hədislərdə göstərmişik. Çünki Şiə məzhəbinə görə əsas olan hədisin səhi olub olmaması önəmli deyil. Onlar üçün önəmli olan o hədis öz nəfslərinə və o hədisin öz ağıllarına uyğun olub olmamasıdır. Və görəndə ki, bir hədis onların ağıllarına batmır, deyirlər ki, bu hədis uydurmadır. Hansı ki, uydurma dedikləri o hədis, onların öz kitablarında Əhl-i Beyt imamlarının dilindən nəql olunmuşdur. Və son olaraq bunu deyirəm ki, hətta Əhl-i Beyt imamları belə Abu Hüreyrəyə güvənmiş və onun rəvayət etdikləri hədislərə etimad etmişlər. Və necə ki, Zeynul Abidin özü ondan şəri bir məsələ haqda soruşanda, o özü Abu Hüreyrədən hədis nəql edir. Deyir ki, mən Abu Hüreyrədən eşitdim, o dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə-belə dedi. Və bunu Əbu'l-Həsən Ərbili Kəşfül-Ğummədə 2-ci cild 241-ci səhifədə nəql etmişdi. Həmçinin İbn Davud öz ricalında 116-cı səhifədə Abu Hüreyrə barədə deyir ki, Abu Hüreyrə ma'ruf min əshabi Rasulillah sallallahu aleyhi və səlləm. Yəni Abu Hüreyrə Allah Rasulunun sahabələrindəndir. Ma'ruf olan, tanınmış sahabələrindən. Və bu mövzunu burada bitirirəm və mənə elə gəlir ki, bu keçdiyimiz qısa dərslər bu məsələdə kifayət qədər cavabdır. Doğrusunu Allah bilir. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu iləyik.